Salam, ni hao. Bugün sizlere ev tanıtacağım. Fatimə ilə yapı kapışması edirdik. Evimi sizə tanıtıram. Burada da evimiz birinci sizə tanıdım. Mənim evim bu boydandır. Həyətini belə eləmişəm. Hələ bura kimi uzanır, yer altından uzanır evim. Baxın, ta bura kimi. Fatimənin heç ağlına belə şey gəlməz. Həm də evimdə tələlər var çoxlu. Fatimə 100% o tələlərə aldanacaq. İndi gəl evin içini tanıdım. Evin içini təxminən belə görə bilərsiniz. Fatimə heç bu qapını işlədənmir. Belə basır. Bunu içəri gir. Bunu sən öyrətmisən hə? Buna sən öyrətmisən hə? Burada ocağımız var, yeməyi pişiririk. Yox, ya da ocaq deyil. Burada xazenikimiz var. Biraz əziyyətli asmaq, amma olsun da. Buradan yemək yeyirik. Burada da ikinci qat var. İkinci qat krişadır. Bu niyə buradan niyə tüstü çıxır demir? Çünki altda su qaynadırıq. Ona görə tüstü çıxır, suyun tüstüsü çıxır. İçəri girin də. Burada bəzək düzə eləmişəm. Bu heç nədir. O heç nədir, heç nə yoxdur orada. Narahat olmayın, yaxşı. Bir şey var idi orada. Hara açıldı? Fatimə bilməyəcək ki, hara açıldığını. Hardan biləcək ki, ayaq yolundadır. Deyək ki, bildi. Məntiqə baxın da. Buradan babını darı eləmişəm, üstünə də pərdə sərmişəm. Bura bəzək eləmişəm, ya. Soruşacaq ki, buranı niyə bağlamsam, buranı niyə açıqdır? Deyəcəm ki, bura pis görsənə, bu həm də pilləkandır da, yazıqdır pilləkan. Bizim bunun bu şey lazım olmadı. Dünəndən qalıb orada, keçən həftədən. Burada da belə düzənə eləmişəm, öz beynimlə. Ona görə bax buradan belə gizli eləmişəm bunu. Sonra hələ əsl gizli otaq bura deyil. Buradan üst qatdan, bura üst qatdan da getmək olar. Əsl gizli otaq gözdə qolu hardaydı? Yanımdan çıxdı. Buradaydı, hardasa. Hədi, budur. Əsl gizli yer burada. Bax, bunu 2 dənə çəkəndə bura açılır, lava düşürsən. Mən bunu 2 dəfə çəkəndə Fatiməyə hələ təzə oyuncudur. Minecraftda hələ təzə oyuncudur Fatimə. Buranı açacağam, bax bu boydan yer açılacaq. Düşəcək Fatimədə. Bir də 2 dəfə əl vuranda şey olur. Mən bir dəfəni eləmişəm. İndi ikinci dəfədir deyə çox risklidir bağlamaq. Burada görmüş olduğunuz kimi bəzək düzəyi qoymuşam yenə. Bunu da bağlayıb. Açıb bağlamaq çətindir. Görsə də ancaq onların hamısı bir açıdan açıb bağlamaq olur. Yanlar kömək edin. Evim bu qədər idi. Bu qədər deyildi əslində. Sizə görə sizin əlinizdən yadıma düşdü. O dedim yer altından uzanır. Odur. Bax bunu qabaqdakı nə? Burada hovuzumuz var. Pilləkan yoxdur amma çıxmaq üçün həyatda qalma modunda oynayacağıq, amma pilləkan yoxdur. Burada. Bax belə atlayacağım. Atla yazaq Fatimə. Sonra orada bax bura güvənlidir. Bura safdır, güvənlidir. Sinif 0 dərəcə. Bu niyədir? Deyəcəm ki, Fatimə dur burada. Mən də eyni koordinatlardan gedəcəm bura. Deyəcəm ki, tərpənməmisən ki. Oradan planşetindən də baxacağam. Desə ki, yox, bax bu 2 dərəcəli zəhər oxunu belə atacağam ona.
təzə oyuncu da axı bilmir hələ çox şeyi. Deyir ki, lampa var oyunda, xəbəri yoxdur, heç lampa yoxdur. Bax, bura deyəcəm ki, gir bura. At da bura cənnətdir. O da inanacaq, atlayacaq 100%, 100%. 100%. 100% inanacaq və atlayacaq bura. Koordinatlar. Ay Allah, öz qazdığım quyuya özüm düşdüm. Nəysə. Burada da labirint var. Arxadakı vızıldıya fikir verməyin, backroomdayıq. Gəldik indi labirintə. Deyirsiniz ki, sağ dirək işlədəndə labirintdən xilas olmaq olur. Baxın, görürsünüz, olmur. 360'ı vurur 122'ye. O dərəcədə Bismillahirrahmanirrahim. Ben çok qorxunç səslər gəlir. Bismillahirrahmanirrahim, 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 Bismillahirrahmanirrahim. Sos yox. Deyim, quyudan çıxdı. Quyudan çıxır çıxanda. Tanıtım bu qədər idi. Evim də maksimum tanıtdım. Gençliğim falan, hər şeyin elədim. Fatimənin evi, baxın, bu buydandır. Bax, bu xəttdən, bax, bu xəttdə belədir. Sağ olun, bay bay, gülə gülə. Videomuz bitdi, sağ olun. Bay bay, xoşda qalın.